Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavat ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi hayranbed eylesin. Ettiğiniz ibadetleri Allah Teala ehl-i beyte hatır kabul eylesin. Gecənizdə xeyirli olsun. İləridəki söhbətlərimdə sizə vədə verib demişəm ki, Məfatül Cinan kitabında Ramazan ayının fəzilətləri haqqında olan sözləri də sizin diqqətinizə çatdıracağım. Odur ki, bu söz ağzımdan çıxıb gərək edəm. El arasında belə bir söz var. Söz vermə, söz verdin, çalış, dediğin sözü əmələ gətir. Odur ki, deyirlər, 100 ölç, bir biç. Sözü demə, demisənsə gərək əməl edəsən. Dediğin sözü etməsən, vədə xilaf sayılarsan. Və ya vədə xilaf kimi cəmiyyət içində tanınarsan. İndi həmin söhbəti sizin diqqətinizə çatdırmaq istəyirəm. Əslində, bu söhbətləri, yəni Ramazan ayının fəziləti haqqında olan söhbətləri Ramazan ayına bir gün, 2 gün qalmış gərək edəsən. Mən onlardan birini sizin nəzərinizə çatdırmışam, amma istəyirəm ki, Məfatül Cinan kitabında da olan sözləri sizin nəzərinizə çatdıram. Sözün düzü, mənim bu 3-4 günü, yəni bu gündən 4 gündür tutulub. Orucluq sabah 5-ci gündür. Mənim vaxtım da olmayıb, ona görə də bu söhbət bir qədər yubandı. Ona görə gərək bağışlayasınız. İndi istəyirəm həmən söhbətdə eləyim, onun dalıcan inşallah sabah Hürri Əleyhirrəhmənin söhbətində qalmış o da. Hürri Əleyhirrəhmənin, yəni şəhadətə yetişmək haqqında olan söhbəti inşallah sabah davam eləyərik. Allahın izni ilə Allah hamımıza ömür versin. Mübarək Ramazan ayının fəziləti. Şeyx Saduq mötəbər sənədlərlə İmam Rıza əleyhissalamdan, o həzrət də atalarından, hər imam öz atasından, onlar da Əli əleyhissalamdan belə rəvayət edir. Bir gün Həzrəti Rəsul sallallahu aleyhi və səlləm bizə xütbə oxuyub buyurdu. Əyyühənnas, yəni ey cəmaat, həqiqətən Allahın ayı bərəkət, rəhmət və məğfirətlə sizə üz gətirmişdir. O elə bir aydır ki, Allahın yanında ayların ən yaxşısı, günləri ən yaxşı günlər, gecələri ən yaxşı gecələr, saatları ən yaxşı saatlardır. O ayda sizi ilahi ziyafətə dəvət etmişdir. Onda Allahın kəramətli bəndələri olmusunuz. Ramazan ayında nəfəslərinizin təsbih və yuxunuzun, yəni yatmağınız isə ibadət savabı var. Yatmağınızda ibadət savabı var. Əməlləriniz qəbul, dualarınız icabət olunar. Belə isə Allah Teala'dan istəyin ki, sizi düz niyyət və günahdan paşlanmış qəlblə oruc tutub, Quran oxumağa müvəffəq etsin. Şəqi və xoş aqibəti olmayan şəxs o kəsdir ki, bu böyük ayda bağışlanmaqdan məhrum olar. Bu aclıq və susuzluq ayında qiyamət gününü yad edin. Miskinlərə sədəqə verib, qocaların hörmətini saxlayıb, uşaqlara rəhm edin. Yaxınlarınızı nəvaziş edib, dilinizi pis şeylərdən, yəni pis sözlərdən saxlayın. Gözlərinizi baxmağınız və qulaqlarınızı isə eşitməyiniz halal olmayan şeylərdən örtün. Başqasının yetimləri ilə mehriban olun ki,
sizden sonra sizin yetimlerinizle mehriban olsunlar. Öz günahlarınızdan Allah'a doğru qayıdın. Namaz vaxtı əllərinizi Allah dərgahına duaya qaldırın ki, dua üçün namaz vaxtı ən yaxşı vaxtdır. Bu vaxt Allah Teala özünün rəhmət nəzəri ilə bəndələrinə baxır. Onlara münacat etdikləri vaxt cavab verir. Onu çağırdıkları vaxt ləbbeyk deyir və ondan hacət dilədikləri, hacət istək deməkdir, bir istək istəyəndə dilədikləri vaxt icabət edir. Ey cəmaat, doğrudan da sizin canlarınız əməllərinizin girovundadır. Belə isə canınızı Allahın məğfirətini tələb etməkdə girovdan azad edin. Sizin günahlarınız kürəyinizdəki yükü daha da ağırlaşdırıb, o yükü uzun səzdələrlə yüngülləşdirin. Allah Teala öz izzət cəlalına and içmişdir ki, bu ayda namaz qılıb səzdə edənləri əzab etməyəcək və qiyamət günü cəhənnəm atəşi ilə qorxutmayacaqdır. Ey cəmaat, aranızda bu ayda oruç tutan mömin bir şəxsə iftar verən olarsa, onun savabı Allah Teala yanında bəndə, yəni bir qul azad etmək kimidir və keçmiş günahları bağışlanar. Həzrət bunu deyəndə səhabələrdən bəziləri dedilər ki, Ya Resulallah, bizim hamımızın ona iftar verməyə, yəni iftar verməyə gücümüz çatmır. Həzrət buyurdu, oruç tutana hərçənd xurmanın yarısı və ya su şərbəti ilə iftar verməklə cəhənnəm odundan qorunun. Həqiqətən gücü çatmadığı üçün belə edən şəxsə Allah Teala onun savabını verəcək, sanki iftarı bütövlükdə verib. Ey cəmaat, bu ay əxlaqını düzəldən şəxs qədəmlər onda titrəyən gün, yəni siratdan keçəndə qədəmlər, yəni addımlar onda titrəyəndə siratdan asan keçəcək. Allah Teala qiyamət günü bu ayda xidmətçilərinin işini azaldan şəxsin hesabını asanlaşdırar. Rəbbimiz qiyamət günü bu ayda şərrini xalqdan azaldan şəxsdən qəzəbini saxlayar. Bu ayda öz qohum əqrabasına silə-i rəhm edib onlara ehsan edən şəxsi Allah Teala qiyamət günü öz rəhmətində qərq edər və qohum əqrabasından silə-i rəhm və ehsanı kəsən şəxsdən rəhmətini kəsər. Silə-i rəhm odur ki, yəni yaxın qohum qəbilələrinə getsin, dəysin, olan əhvallarına xəbərdar olsun, ehtiyacı olanların ehtiyacını ödəsin, mehribançılıq yaratsın, qonşuları ilə, qohum qəbilələri ilə əlaqəsini kəsməsin. Əlaqəni kəsməyə qəti silə deyərlər, amma silə-i rəhm isə yəni əlaqə saxlamağa deyərlər bir-birləri ilə. Bu ayda qılınan namazı qılan şəxsə Allah Teala cəhənnəm odundan xilas olmağını yazar. Bu ayda vacibi namazını əda edən şəxsə Allah Teala onun başqa aylarda qıldığı 70 vacib namazın savabını yazar. Bu ayda mənə çoxlu salavat göndərən şəxsin əməl tərəzilərini yüngül gələn gün, yəni qiyamətin günündəki tərəzilər çəkiləcək, həmən günü həmən adamın tərəzisinin savab tərəfini ağır edər. Bu ayda bir ayə Quran oxumağın savabı, yəni bir dənə cümlə oxumağın savabı başqa aylarda Quran xətminə bərabərdir. Elə bil bir dənə bütöv Quranı oxuyub çıxmış qədər savab qazanmış olarsan. Ey cəmaat, bu ayda behiştin qapıları açıqdır. Allah Teala'dan istəyin ki, onu sizin üzünüzə bağlanmasın. Cəhənnəm qapıları bağlıdır. Allah Teala'dan istəyin ki, onu sizin üzünüzə açmasın. Şeytanları bu ayda Allah Teala zəncirə çəkibdir. Allahdan diləyin ki, onları sizə əhatə etdirməsin. Yəni onları sizə müsəllət etməsin. Bununla da bu söhbətini burada tamamlayıram. Yəni Məfatül Cinan kitabında olan Ramazan ayının fəzilətləri bu qədərdir. Baxmayaraq ki, burada gündəlik dualar,
digər zikirlər, dualar burada həddindən artıqdır. İndi onların hamısını burada mən oxumağa imkan yoxdur. Amma sizə söz vermişdim ki, fəzilətləri haqqında olan söhbəti edəcəm, onları da etdim Allahın köməkliyi ilə. İndi isə Allah amanında qalın, Allah işlərinizi avand eləsin, yenə deyirəm, ibadətlərinizi qəbul eləsin, yuxunuzu da Allah təala şirin eləsin ki, rahat yatıb o başdan çağı dura biləsiniz. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.